Salam, xoş gördük hörmətli izləyicilər. Saray qəsəbəsində 5 sotun içərisində 2 mərtəbəli ev 137 min manata. Təsəvvür edin, Bakıda bir otaqlı evin qiyməti nədir? Bu boyda mülk, bu boyda malikanə. İndi mən sizə bir izah edəcəm. Saray qəsəbəsindədir. Saray postundan girəndə birinci svetofordan sağa dönürsünüz. Qaz, su, işıq sayğacları var, kanalizasiyası mərkəzidir. 2 mərtəbəli evdir. Altında da köməkçi otaqlar var. Demək olar ki, 3 mərtəbəyə yaxın bir evdir. Evi malyarka belə təmir işləri qalıb. Onları inşallah öz eləyəcəksiniz. Qalanlarda nə var bir-bir sizə göstərirəm. Evin girəcəyində belə bir həyət kuxnası var. Burada həyət üçün ayaq yolu var. Hamam, tualet ayrı-ayrıdır. Bunlar təmirlidir. Qoy bunları tez göstərim. Bunlar ikisi də tam təmirlidir. Hamam, tualet. Bax belə. Sonra evimizin üstündə, darvazanın üstündə kazroku var. Damafon sistemi var. Sonra nə izah edeyim başqası? Bax, buradan da birinci qoy bağı göstərim. Bax, burada bağa baxın. Evin dörd bir tərəfinə də fırlanmaq olur. Bax, 5 sotun içində 2 mərtəbəli evdir. Bütün bağ-bağatdır. Həyətin qutaracağında da əl damıdır orada. Toyuq saxlamaq üçün, nə bilim, nəsə istəsiz orada eləyə bilərsiniz. Tez bir dənə burada həyət kuxanasına baxaq. Həyət kuxanası tam təmirlidir. Yaxınlaşaq bura. Bax, bura tam təmirlidir, görürsünüz. Kuxna mebeli, kondisioneri, televizoru, divan, kreslo, bu hep bayır üçün, həyət üçün, mətbəxdir nəzərdə tutulub. Burada olan şeylərin demək olar ki 99% qalacaq burada. Radiator nə qədər var, kombisi, pitiminütkası. Bax, bir dənə canım bura baxın. Bax, bu kombi, bu pitiminütka, Ariston bu mətbəxə aiddir. Burada da belə bir şkaflar var, paltar şkafları. Davam eləyək. 5 sotun içindədir, 137 min manatadır. Qiymətində endirim olunacaq, torpağının çıxarışı ilə satılır. Kamera sisteminə qədər var, interneti var, qaz, su, işıq sayğacları, kanalizasiyası, hər bir şey var. Bax, buradan bir dənə evin arxasına baxaq. Gəlin, zəhmət olsa yaxınlaşın. Bax, gör, necə hər şey nəzərə alınıb, 5-də 5 evdir. Mütləq gəlin bu evə baxın, qiymətdə razılaşma olacaq ev yəsin özü ilə. Burada ara məsafəsidir. Hörmətli izləyicilər, bu da evimizin arxasıdır. Bayaq bağdan göstərdiyim əldamı budur, toyuq saxlamağa, yəni nəsə bax belə artıq əşyaları yığmağa otaq kimidir. Təzdən qaydırıq həyətin qabağına. Bax, buradır. Görürsünüz, ümumilikdə 5 sotdur. Bura həyətdir, orada bağdır. Bağın qapısı atdenlidir. Buradan pilləkənlərlə qalxırıq evimizə. Bax, belə. Demək olar ki, təmiri qalıb. Buradan qalanın öz eləyəcəksiniz. Bu ev yəsi bunu bu vəziyyətdə satır. Məsələn, zala baxaq. Bu birinci mərtəbənin zalıdır, bax, qonaq otağı. Çox yüksək keyfiyyətlə tikilib. Bax, bir də bunun monolitini göstərin. Bura qonaq otağıdır, zalıdır. Sonra poluzadı vurulub. Qalan işlərini öz eləyəcəksiniz. Bura mətbəxidir. Bura mətbəxidir. Burada birinci mərtəbənin hamam tualeti də ayrı-ayrıdır. Sonra gəlin yaxınlaşaq, indi burada mənfi bir var. Buranı bunlar idman alətləri yığacaqmışlar, məşq yeri kimi saxlayacaqmışlar. Bu vəziyyətdə daş satırlar. Bax, görürsünüz, bütün ara kəsmələrinə qədər qoşa daşdır. Bax, burada da belə bir zalı var. Pəncərələrinə qədər qurulub. Bu pəncərədə öz bağına baxır. Təzdən davam eləyək. Davam eləyək. Bax, görürsən, monolit pilləkənlərlə qalxırıq. 137 minədir. 5 sotun içində torpağının çıxarışı ilə satılır. Bu, yüksək keyfiyyətlə tikilmiş ev. Mütləq gəlin bu evə baxın, Saray qəsəbəsindədir. Saray postundan girəndə birinci svetofordan sağa dönürsünüz. Bax, bütün monolitdir. Bir də bax, bu monoliti göstərin, görsünlər. İkinci mərtəbənin otaqlarına baxaq. Bir yataq otağı. Bu ikinci yataq otağı. Bu üçüncü yataq otağı. Burada ki, bax, bir dənə zəhmət olmasa buranı göstərək. Bura hamam tualetin üstüdür. İstəsiz buranı da ikinci mərtəbənin hamam tualeti kimi düzəldə bilərsiniz. Burada balkonudur. Burada balkonu, bir də həyəti göstərək. Bax, görürsünüz, bura yay mətbəxidir. Bayaq göstərmişəm. Burada həyət ayaq yoludur. Bax, belə. Bir də izah edirəm. Deməli, Saray qəsəbəsində, Saray postundan girəndə birinci svetofordan sağa dönürsünüz. Yəqin ki, 500 metr, 550 metr məsafə gəlirsiniz. 5 sotun içində bu 2 mərtəbəli ev, hətta 3 mərtəbə deyərdim, aşağısı da var. Həyət xonası, bağı, bağçası ayrıdır. Hamısı ölçülüb, biçilib. Qiymətindən narahat olmayın. Mütləq gəlin bu evə baxın. Qəşəng, yaxşı endirim olunacaq. Sağ olun.